Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli, milli şirniyyatımız olan gəlin boğçası, həm də şəkər bura resepti paylaşacağım. İkisini bir xəmirdən hazırlayacağım. Gəlin heç vaxt ötürmədən başlayaq. Burada qeyd edim ki, əvvəlcədən əsas məqamları sizlər üçün qeyd edəcəm. Mütləq izləyərkən sona kimi izləyin. İzləyirsinizsə bəyənmə düyməsini basmağı, abunə olmağı unutmayın. Mənə dəstək üçün bunu edin. İndi isə gəlin başlayaq hazırlanmasına. Mən burada 600 qram un götürmüşəm. Unu əlavə edirəm qabın içərisinə. Belə bir yağ var. İstəməzdim markasını deyim. Ancaq badam bura üçün, şəkər bura üçün istehsal olunan yağdır. Yəni ağ yağdır. Bundan istifadə edirəm. Baxın. Ağ yağdan istifadə etsəniz, şəkər buranın gəlin boğçasının rəngi ağ alınacaq. Belə soyucudan çıxardığım yağdır. Unun içərisinə batıraraq rəndədən keçirirəm. Bıçaq vasitəsilə doğraya bilərsiniz. Burada 250 qram yağ var. Yağı rəndədən keçirdim. Ovuşdurmadan içərisinə bir çimdik duz əlavə edirəm. Vanil əlavə edirəm. Qeyd edim ki, əgər vanil əlavə etsəniz, içliyin içərisinə hil əlavə etməyin. İndi isə keçirəm xəmiri ürü halına gətirməyə. Ürünü hazırladım. Baxın, bu cür ürü alındı. İndi isə içərisinə digər ərzaqları əlavə edərək xəmiri yoğururam. Qeyd edim ki, bərk xəmir yoğururum. Nə əlavə edirəm? 100 qram xama. 25% xamadan istifadə etdim. 20-25% xamadan istifadə edə bilərsiniz. 1 ədəd yumurta. Qarışdırıram. Çalışın ki, yumurta kənd yumurtası olmasın. Mən bu dəfə kənd yumurtasından istifadə etdim. Rəngi sarı olduğu üçün bunu qeyd edirəm. Və bir çimdik maya əlavə edirəm. Baxın mayaya. Südlə qarışdırıram. Azacıq süd əlavə edirəm. Su ilə də qarışdıra bilərsiniz. Fərqi yoxdur. Əlavə edirik içərisinə. Keçirik xəmirin yoğrulmasına. Burada 100 ml süd var, yəni yarım stəkan süd var. Yarım stəkan südü az-az əlavə edərək bərk xəmir yoğururuq. Xəmiri yoğurdum. Bu cür xəmir alındı. Baxın. Belə bu bərklikdə xəmir alınır. Yəni yumuşaq xəmir yoğurmuruq. Nisbətən biraz bərk xəmir yoğururuq. Qoyuram xəmir dincəlsin. Hardasa yarım saata yaxın xəmiri dincəldirik. Qeyd edim ki, stəkanın dibində bu qədər azacıq süd qaldı. Artıq xəmir 30 dəqiqə yaxındır ki, dincəlir. Dəzgahın üzərinə əlavə edirəm. İki hissəyə ayırıram. Çox dincəltməyə ehtiyacı yoxdur. Artıq yumuşalır, yağı yumuşalır, yəni xəmirin. Forma verirəm. Hər biri 40 qram olmaqla kündələrə ayırıram. Təxmini belə kəsirəm. 40-dan çoxdur, ona görə də biraz götürürəm üzərində. Hər birini 40 qram olmaqla kündələri ayırıram. Gördüyünüz kimi. Hər birini kündələdim. Burada 26 ədəd 40-42 qramdan kündə alındı. Üzərini bağlayıram. Hardasa 5 dəqiqə gözlədirəm. Başlayıram yaymağa.
Burada ləpəni sizlər üçün göstərirəm. Mən qoz ləpəsindən istifadə etdim. Ancaq içərisinin ağ olmağını istəyirsinizsə, bu zaman ağardılmış fındıq ləpəsindən istifadə etsəniz daha yaxşı olar. İçərisindən nə qədər gedir onu qeyd edim xanımlar. Ümumi qeyd edirəm. 500 qram ləpənin içərisinə 400 qram şəkər tozu əlavə edirik. 5 dəqiqə keçib ilk başladığım kündəni yayıram. Onu sərpməyə ehtiyac yoxdur. Bilirsiniz ki, bu yağlı kündədir. Oradan görünür, inşallah görünər. Belə çox nəzik olmayan formada yayıram. Baxın. Bu qalınlıqda. Heç gözlətmədən içini doldururam. Yəni öncədən yayıb yığmıram. Yığa bilərsiniz hardasa 3-4 ədədini. Yaydım, içliyi əlavə edirəm içinə və kənarlarını bükürəm. Əlimizin iç tərəfinə bu cür yerləşdiririk. Rahat bükmək üçün bunu edirik. Yəni sizə necə rahatdır əldə edə bilərsiniz. 1 çay qaşığı İçərisini doldurmalıyıq. 2 çay qaşığı əlavə etdim. Yarım çay qaşığı da əlavə edirəm. Tam dolmalıdır içi. Bu formada. Hardasa 2 çay qaşığı dolu bir də yarım istifadə edirik. 40 qram kündəyə. Bu məqamda diqqət yetirək. Şəkər tozlu olduğuna görə buranın bağlanması çətin olur. Buna görə də bastırırıq. Və su götürmüşəm. Sudan kənarlarına baxın, bu cür çəkirik. Ucdan başlayırıq bükməyə. Balaca barmağımızla da ləpəni içəri doğru bastırırıq. Baxın, bu cürlə. Və sonra kimi bu formada gəlirik. İndi nə edirik? İndi bir soba listi edirik. Yığırıq kənara. Baxın, bu formada kənara yığırıq. Görürsünüz. İstəyirəm yaxından. Yəni bu üzü üstə kənara qoyuruq. Qalsın. Artıq bir listi yığmışam. Xanımlar burada göstərirəm. Bəzilərinin kənarını bükdüm. İndi sizə bükmə formasını göstərirəm. Necə bükürük. Baxın. Bu cür bükmüşəm. İndi isə keçirəm sizlə bərabər bükməyə. Sonra üzərini bəzəyəcəm. Hər birini bu formada bükürəm. Daha sonra üzərini bəzəyəcəm. Onu da sizlərə göstərəcəm. Şəkər buraların hər birini bükdüm. İndi isə keçirəm bəzəməyə. Belə maqqaş götürmüşəm. İlk başladığımdan başlayıram bəzəməyə. Hardan başlayırıq xanımlar? Baxın, elə buradan başlayırıq.
Şeker buraları bəzədim. Hər biriniz gördüyünüz formada. İndi isə bu formada saxlayıram. Yarım saat 40 dəqiqə qalsın. Soyuq yerə saxlayıram. Daha sonra verəcəm 130-140 dərəcə pişməyə. Sobanın alt gözünə qoyacağım. Öncədən qızdırıb sobanın ən alt gözünə qoyuruq və bişiririk. İndi isə qoyuram kənarda 30-40 dəqiqə qalsın. Bu bəzəklər bərkinə kimi qalmalıdır. Yerdə qalan xəmirləri də gəlin boğçası edəcəm. Bunun üçün nə edirəm? İçliyi hazırlayıram. İçliyi necə hazırlayırıq onu göstərim. Burada 2 yumurtanın ağı, limon qabığı və yarım limonun suyu var. İçliyin içərisinə əlavə edirəm. Yenə qeyd edirəm, mən qoz ləpəsindən içlik hazırladım. Ağ olmağını istəyirsinizsə mütləq fındıq ləpəsindən, yəni ağardılmış fındıqdan istifadə edin. Əlavə edirəm, qarışdırıram. Qarışdırıb yumru toplar hazırlayıram. Hansı ki bu bezələrin içərisinə qoyacağım. Gəlin boğçası hazırlamaq üçün içliyi bu cür hazırlanır. Sularımız da hazırdır. İndi isə kündələri açıram, içlərini doldururam. Çox nəzik açmırıq. Belə qalın formada açırıq. Göstərirəm sizə. Bu üzünü yox, bu quru üzünə qoyacağım. Niyə görə? Rahatlıqla bükmək üçün. Belə ovucumuzun içinə alırıq. Bu cür. Baxın. Daha sonra yerləşdiririk içinə və bu cür bükürük. Baxın, içəri almamız yəni yoxdur. Əsas bir boğçanı düzgün bükək, gördüyünüz kimi. İçəri alsan ən iyi yoxdur. Sonra həmin içərisində dağılır. Belə bükürük, sonra budur. Yaxşıca forma veririk, günə qalmasa yumru. Hazır, boğçamız hazırdır. Forma verirəm. Boğça forması və kənarda gözlədirəm digəri kimi. Hər birini bu cür edirik. Şəkər buraların kənarına belə güllərdən qoydum. Üzərinə də muncuq qoyub qoyuram bişməyə. Artıq demək olar ki, yarım saatdan çoxdur gözləyirlər. Sobaya verməmişdən öncə iynə vasitəsilə deşləkləyirəm. Bu cür deşləkləyirəm. Belə iynə ucuna sap taxmışam ki, itməsin. İynə ilə ehtiyatlı olmaq lazımdır. Bəzəklərini də vurdum, indi isə qoyuram bişməyə. Gəlin boğçasını bəzəyirəm. Mən əlimdə bəzəyirəm. Baxın, bu cür xət çəkdim və kənarlarından şəkər bura kimi bəzək atıram. Boğçalarını da bəzədim. İndi isə onları da qoyuram bişməyə. Artıq demək olar ki, bişir. Altı yavaş-yavaş qızarmağa başlayıb. 5 dəqiqədə bişirirəm, söndürürəm. Sobadan çıxardım. Şəkər buralarımız hazırdır. Altını sizlər üçün göstərirəm. Bu cür qızarmalıdır. Üstü isə qızarmamalıdır. Baxın, naxışları necə var, necə qoymuşam, elə qalıb. Şəkər buramız hazırdır.